Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə paytaxt salatı hazır edəcəyik. Gördüyünüz kimi ərzaqlarımı hazır edib qoymuşam. Kökü 2 yerə ortadan bölüb. İstəsəniz əlinizlə, istəsəniz də bu formada aparatla doğraya bilərsiniz. Artıq kökümüzü doğradıq. Qaba əlavə edirik. Sonra keçirik yumurtanı doğramağa. Yumurtanı da istədiyiniz kimi, istəsəniz aparatla, istəsəniz əlinizlə xırda doğraya bilərsiniz. Yumurtanı da doğradıq. Əlavə edirik qaba. Sonra keçirik kartofunu doğramağa. Kartofu da doğradıq. İndi filemizi xırda didib həmin ərzaqların üzərinə əlavə edəcəyik. Filemizi də didib, ərzaqların üzərinə əlavə edib, sonra isə yaşıl noxudumuzu tökürük ərzaqların üzərinə. Sonra 3 ədəd təzə xiyarı götürüb doğrayacağıq. Onu da ərzaqların üzərinə əlavə edəcəyik. Bu arada mən aparatla doğrayıram. Siz istəsəniz əlinizlə də xırda doğraya bilərsiniz. Necə rahatdırsa sizlərə. Sonra 3 ədəd də turşu xiyar götürüb, doğrayıb ərzaqların üzərinə əlavə edəcəyik. Sonra bir dəstə şüydü yuyub qurulayandan sonra xırda doğrayıb onu da həmin bu ərzaqların içərisinə əlavə edəcəyik. Göyərtimizi də doğradıqdan sonra yaxşıca duzlayıb isti örtəyəcəyik. Bu da hərənin öz ağız dadına uyğun olmalıdır. İndi isə mən sizə salatımızın daha dadlı olması üçün kiçik bir sır verəcəm. 3 xörək qaşığı xamanı, 7 xörək qaşığı mayonezdən yaxşıca qarışdırıb salatımızın üzərinə əlavə edəcəyik. Yaxşıca qarışdıracağıq ki, bir-birinə dadı tamamilə keçsin. Əlavə etdikdən sonra yaxşıca qarışdıracağıq. Onu baxacağıq ki, mayonezi azdır və yaxud çoxdur. Çoxdursa əlavə etmirik daha, amma azdırsa əlavə edirik yenidən mayonez. Yəni özünüz qarışdırdıqca onu görəcəksiniz. Çox da mayonez olanda salat sulanır. Artıq bizim paytaxt salatımız hazırdır. Gördüyünüz kimi çox gözəldir.
belə videoların davamlı gəlməsi üçün kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Kanalım yenidir, dəstək olan hər kəsə təşəkkür edirəm. Hələlik.